doğurğanlıq yaşı 15 ilə 45 yaş arası, yəni bu doğurğanlıq yaşı, reproduktiv yaş deyirik də biz. Polikistik yumurtalıq sindromu anadan gəlmə ola bilər olsun və qazanılma ikincili ola bilər olsun. Hər hansı bir xanımların məclisində olanda artıq mən o xanımların üz ifadələrində, onların hətta rəqs eləmək qabiliyyətində belə, yəni hansında o estrogen azlığı var. İzləyərkən siz bunu bilirsiniz. Estrogen artdığı üçün progesterona artıq növbə çatanda progesteronda ritmlə əlaqəli hasilatda pozuntu olur. Bəzən pasiyentlərə deyəndə ki, sizdə kişi hormonlarının analizi də, müayinəsi lazımdır. Bir də təəccüblənirlər ki, mən xanımım, mən niyə kişi hormonlarını yoxlamalıyım, amma progesteron sırf bizə hamiləliyə saxlamaq üçün deyil ki, kişilərdə də spermatozoidlərin aktivliyinə belə o hormonun təsiri var. 2026-cı ildə aparılan geniş klinik araşdırma göstərib ki, bağırsaq bakteriyalarının tərkibi depressiya və narahatlıq pozğunluqları ilə birbaşa əlaqəlidir. Tədqiqat zamanı probiotik və xüsusi qidalanma proqramı tətbiq edilən xəstələrdə antidepressantlara ehtiyacın azaldığı müşahidə olunub. Alimlər bağırsaq beyin oxunun psixi sağlamlıqda mühüm rol oynadığını vurğulayırlar. Mütəxəssislər gələcəkdə psixoloji xəstələrin müalicəsində mikrobiom terapiyasının istifadə ediləcəyini bildirirlər. 2026-cı ildə Birləşmiş Ştatlar və Avropa alimlərinin birgə hazırladığı süni intellekt proqramı adi EKG nəticələrinə əsasən gizli ürək çatışmazlığını erkən mərhələdə müəyyən edə bilib. 50 min nəfər üzərində aparılan tədqiqatda sistem xəstəliyi həkim müayinəsindən orta hesabla 6-8 ay əvvəl proqnozlaşdırıb. Bu texnologiyanın erkən diaqnostika və ölüm riskinin azalmasına ciddi təsir göstərəcəyi gözlənilir. Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Siz Bakumedi izləyirsiniz. Bakumedin bu dəfəki buraxılışında biz qadınlarda reproduktiv sağlamlıq, aybaşı pozuntuları, hormonal disbalans mövzusundan danışacağıq. Sizi maraqlandıran mövzu ilə bağlı və narahat edən bütün suallara efirimiz boyunca studiyamızın qonağı ginekoloq cərrah Naibə Həsənova ilə aydınlıq gətirəcəyik. Naibə xanım, xoş gəlmisiniz studiyamıza, xoş gördük sizi. Təşəkkür edirəm dəvətiniz üçün. Biz təşəkkür edirik sizə. Naibə xanım, reproduktiv sağlamlıq anlayışı qadının ümumi sağlamlığı ilə necə əlaqəlidir? Çox maraqlı sualdır. Çalışacağım biraz dolğun, qısa cavab verim. Buyurun. Reproduktiv sözünün mənası, yəni döllənmə qabiliyyəti, ana olma, doğurğanlıq qabiliyyəti deməkdir. Və qadın sağlamlığında doğurğanlıq yaşı artıq ilk adət günü görən qızlarımızdan artıq onlar potensial ana olma ehtimalı, hamilə olma ehtimalı olduğu üçün doğurğanlıq yaşı 15 ilə ortalama hesabla 45 yaş arası, yəni bu doğurğanlıq yaşı, reproduktiv yaş deyirik də biz tibbi dildə desək. Yəni sağlamlıqda qadının həmin o yaş dövründə bütün qızlarımız, bütün xanımlarımız, yəni bizim izləməmizdə olur bir həkim kimi, ginekoloq kimi. Hormonal disbalans hansı ilkin əlamətlərlə özünü göstərir doktor? Hormonal disbalans dedikdə, yəni bizim insan kimi, yəni adi hətta fikirlərimizi ifadə etməyimiz, sizinlə artıq danışmağımızdan belə, yaxud da ki, hər hansı bir fiziki, tək əqli, yəni hərəkətlər deyil, fiziki aktivliyimizin də normal getməsi üçün, gec yorulmamız üçün, yəni müəyyən funksional vəziyyətimizin idarə edən bizim hormonlarımızdır. Hormon deyəndə, əfsus ki, çox vaxt səhvən ancaq, misal üçün, xanımlarımız anlayır ki, yəni aybaşı ilə əlaqəli, hamiləliklə əlaqəli, yaxud da ki, aybaşı kəsilməsi, aybaşı pozuntusu ilə əlaqəli hormonal pozuntu deyirlər. Hormonal pozuntu, bəli. Amma xatırlatmaq istəyirəm əziz izləyicilərimizə ki, yəni hormonlar sırf bu qadınların cinsəl hormonlar deyil. Bizim bədənimizdə tək cinsi funksiyanı tənzimləyən vəzilər hormon istehsal etmir. Bizim əsas mübadiləmizi, yəni bütün bədəndə keçən hormonların mübadiləsi bizim qaraciyərimizlə əlaqəlidir. Yəni qaraciyərdə bizim bir növ
bədənimizdə nəinki zərərli maddələrin təmizlənməsinə, qan yaranmaya, o cümlədən də ən əsas funksiyalarından biri də hormon mübadiləsini, yəni digər maddələr mübadiləsini tənzimlədiyi kimi qaraciyər, yəni bir növ çox əsas orqandır. Bir ginekoloji problemlərdə, yaxud da ki, ümumiyyətlə qadın sağlamlığında. Ona görə də hormonların disbalansı deyəndə, yəni hormonların natarazlığı deyək, yəni ki, normal fəaliyyət göstərməməsi, cinsi hormonların müəyyən, xüsusən də adət düzənsizliyi yaratmasında, yəni aybaşı pozuntusu, gecikməsi, erkən olması, kəsilməsi, bunların hamısı əlbəttə ki, doğurğanlıq qabiliyyətinə, birbaşa reproduksiyamıza birbaşa təsir göstərir. Ona görə də hormonal disbalans deyib yan keçmək olmur, ciddi bir problemdir. Əsasən də, xüsusən də deməli ilk menarxiya, yəni adət görən qızlarımızda, yəni ortalama götürürükdə 11 yaşdan başlayır, amma 15 yaşdan artıq regular sikl biz görürük, yəni regular adət dönəmi görürük və o zamanda əlbəttə ki, pozuntu olursa, artıq o zaman biz qan testləri ilə həmin o hormonların nəyin artıq, nəyin az, nəyin normu olduğunu bilib, bir-birinə nisbət edirik, bir növ riyazi əməl kimi deyək də və əlbəttə ki, pasientimizə düzgün yanaşmağa çalışırıq. Doktor, bəs qadın hormonlarının əsas funksiyaları nədən ibarətdir? Bu da çox maraqlı sualdır. Təşəkkür edirəm bu sual üçün də. Qadın cinsi hormonlarından söhbət gedirsə, onların əsas vəzifələri bizim bədənimizdə dediyim kimi bizim normal doğurğanlıq, yəni təbiətin bizə verdiyi ana olma belə desək, şansını, qabiliyyətini təmin etməkdir. Eyni zamanda onunla yanaşı, yəni belə desək, normal hamilə qalırsa qadın, hamiləliyin hətta axıra çatdırmağına da cavabdehdir. Hamiləlik bitəndən sonra, övladı dünyaya gələndən sonra ananın onu normal südəmər dövrdə ana südü ilə təmin etmək də hormondan asılıdır. Eyni zamanda təbiətin qanunu olaraq, yəni gənclik dövründən sonra yaşlanma dövrü var. Fizioloji olaraq toxumanın, yəni istənilən bir toxumamızın əmələ gəlmə, bölünmə, yəni çoxalma və əlbəttə qocalıb məhv olma dönəmi var. Eyni cürdə qadın cinsi hormonlarda, yəni o funksiyaya da fizioloji olaraq təmin etməyi, yəni adət kəsilirsə, normal səviyyədə digər həyati vacib orqanlardır. Misal üçün, ürək-damar sistemidir, beynin fəaliyyətidir, kognitiv, yəni qavrama qabiliyyəti və s. onları təmin etmə funksiyasıdır. Yəni ki, ona görə də bu funksiyalar bitmək bilmir, belə desək də. Aydın Nayibə xanım, bax, estrogen və progesteron balansının pozulması bu orqanizmdə nəyi dəyişir? Estrogen ən çox, məncə izləyicilərimizin də ən çox istifadə etdiyi, bildiyi, qulağa belə xoş gələn qadınsı hormon deyirlər. Yəni qadını qadın edən hormondur. Hormonun adıdır. Yəni uzaqdan şəxsən mən də xanım olaraq hər hansı bir xanımların məclisində olanda artıq mən o xanımların habitusu deyirik də, üz ifadələrində, onların hətta rəqs eləmək qabiliyyətində belə, yəni hansında o estrogen azlığı var. İzləyərkən siz bunu bilirsiniz. Yəni ki, nəinki estrogen, adını çəkdiyiniz elə progesteron hormonun özündə də. Çünki bizim adətimiz sikllandır. Ortalama normal adətimiz, yəni menstruasiyamız 21 gündən 35 gün arası, yəni təkrarlanır. Bəli, təkrarlanır və adət qanının gəlmə günləri var. Yəni maksimum bir həftə ərzində bitməlidir. Yəni qanama, qadın belə desək, uşaqlıqdan gələn qanama bir həftə ərzində bitməlidir. 2 gündən az da kəsiləndə bu norma deyil. 7 gündən çox da davam edəndə bu norma deyil. Və itirilən qanın miqdarı, neçə gün menstruasiya olmağı, o cümlədən də dediyim kimi tezliyi, yəni 21 gündən tez olursa və 35 gündən gec olursa, bunların hər bu 3 faktor estrogen, progesteronun bir-birinə olan münasibətindən, tarazlığından asılıdır. Əsasən 3 mərhələ götürülür. Birinci mərhələ folikulyar fazadır. Bu daha çox dediyiniz o estrogen, qadınsı hormonun yüksəkliyindən gedir və ona görə də, yəni onun da özü belə insanın əhval-ruhiyyəsinə belə, psixologiyasına bəli, əlbəttə təsir edir. İkinci ovulyasiya dövrüdür, lüteinləşdirmə dövrüdür. Yəni ovulyasiya yumurtlama deməkdir. Yəni ən çox o dövrdə qadının hamilə olma ehtimalı yüksək günlər sayılır və əlbəttə ki, üçüncü yumurtlamadan sonraki növbəti adətə hazırlıq dönəmi deyirlər. Yəni sarı cismin əmələ gəlmə dönəmi. Bu da sırf bayaq qeyd etdiyiniz progesteron hormonu
hormonunun üstünlüyü ilə getməlidir. Bəzən əksinə olur. Dediyim kimi estrogen çox yüksək olur xanımda, qanında, yəni hormonları artır, hiperestrogeniya deyirlər. Bu zaman estrogen artdığı üçün progesterona artıq növbə çatanda progesteronda ritmlə əlaqəli hasilatda pozuntu olur. Bax, ona görə də o ikisi bir-biri ilə mütləq şəkildə, yəni tarazlıq olmalıdır. Doktor, bax, hormonal pozuntular bu dəri və saç sağlamlığına təsir edirmi? Necə təsir edir? Birbaşa təsir edir. Əgər söhbət xanımlardan gedirsə, əlbəttə ki, eyni cür də kişilərdə də eynidir. Bu keçəlləşmə deyirik də, bu son belə desək 50 ilin problemidir. Saç seyrəkliyi, keçəlləşmə, alopesiya deyirlər tibb adı ilə. Bu həm kişilərdə problemdir. Əlbəttə ki, o kişilərdə də hormonal pozuntu ilə əlaqəli olur. Cinsi hormon yetməməzliyi ilə artıq qızlarımızda da, qadınlarımızda da o da dediyim kimi elə ki, ən çox əsas səbəbi burada artıq kişi hormonu. Yəni bəzən pasiyentlərə deyəndə ki, sizdə kişi hormonlarının analizi də, müayinəsi lazımdır. Bir də təəccüblənirlər ki, mən xanımam, mən niyə kişi hormonlarını yoxlamalıyam, amma xatırladım ki, bizim həm xanımlarda, həm bəylərdə həm estradiol, həm progesteron, həm bəli olur və var və onların olması kişilərdə də doğurğanlıq qabiliyyəti, yəni spermatogenezə birbaşa təsir göstərir. Yəni progesteron sırf bizə hamiləliyə saxlamaq üçün deyil ki, kişilərdə də spermatozoidlərin aktivliyinə belə o hormonun təsiri var. Yəni onu da xatırladım, biləsiniz. Və sırf bax siz dediyiniz saçın qırıqlığı, dəridə quruluq, həddən artıq yağlanma, sızanaqların olması, bu tək qadın hormonu dediyimi estrogendən əlaqəsi yoxdur. Testosteron var, kişi hormonu deyirik də və testosteronu yaradan digər androgen hormonlar var. Onların tarazlığı pozulanda, onların artıqlığı olanda əlbəttə ki, saç tökülmə də olur, ocaqlı keçəlləşmə də olur, saçda qırılmaya da meyilli olur, dəri kobudlaşır, kobudlaşır, belə desək, qırışmağa meyilli olur. Estrogen çünki aşağı düşür. Necə xanımların yaşı artdıqca, misal üçün 25 yaşlı, əlbəttə 55 yaşında qadının dərisində eyni elastiklik olmur da, qırışların sayı artır. Çünki estrogen hormonu azalır. Qadın hormonunun bir funksiyasından biri də parlaq dəridir. Yəni onun azlığı ona səbəbdir. Progesteronun azlığı ödəmə meyillik yaradır. Yəni bədəndə şişmə, elə bilirsən ki, şişkinliyə meyilli olur bədən. Bəli, şişkinlik olur. Yanaşı olaraq qalxanvari vəzni unutmaq olmaz. O bizim belə desək bacı qardaş kimidir də qadın hormonlarına yanaşı. Çox yayılıb bilirsiniz Hashimoto, yəni autoimmun tiroidit deyirlər. Qalxanvari vəzin fəaliyyətin zəifliyi. Bu zaman TSH, tiroksi, yəni free T4 deyirik də, sərbəst tiroksinin, qalxanvari vəzin hormonunun onun da natarazlığı, az olmağının, çox olmasının dəriyə, saça birbaşa təsiri var. Doktor, səbəbsiz çəki artımı hansı hormonal problemin göstəricisidir? Səbəbsiz çəki artımı dedikdə, yəni səbəbi tapana qədər onu səbəbsiz deyə bilərik də. Əsas səbəb xanım stressdir əlbəttə ki. Yəni tutaq ki, xanım gəldi, məsələn diyetoloqa, heç ginekoloq deyil, diyetoloqa gəlib pəhriz istəyir saxla. Nə qədər pəhrizlər saxlayırsa, yaxud da demirlər ki, misal üçün çəkibin 20% qədər sutkalıq su, maye qəbul edir. İnsan var ki, yarım stəkan sudan belə ödem şişir də, yəni o demək deyil ki, piy toxumasıdır. Dəridə ödem var, artıq su yığılır. Çünki nə üçün? Suyu bizim bədən nə ilə ifraz edir? Yəni ki, bilirsiniz ki, böyrəklərlə, düzdürmü? Deməli, burada böyrəklər yoxlanılmalıdır. İçdiyin qədər çıxa bilirsənmi sidiyə, yoxsa yox. Böyrəyin üstündə vəzi var. O da çox vacib bir vəzidir. Ona balaca bir vəzidə deyirlər, balaca boyu var, dam dolusu, böyrək üstü vəzi deyirlər. Bütün bədənimizdə stressə davamlılıq, mübarizə etməyimiz, iradə gücümüzün olması, eyni zamanda dediyim kimi əqlimizi, beynimizi işlətmək, bunların hamısını saxlayan həmin o böyrəküstü vəzidir. Eyni zamanda da dərimizin rəngində olan dəyişikliklər, alabulalıq, pigmentasiya meyillik, yəni bir də görürsünüz ocaqlı qaralmalar var. Bax, onun özü
dərinin özünün tüklənməyə meyilliyi. Çünki böyrək üstü vəzin özündə də kişi hormonları hasil olur. Və əlbəttə ki, bunun özü artıq səbəbsiz dediyiniz həmin o misal üçün böyrək üstü vəzdə kortizol deyilən bir hormon var. O hormon əslində bizi həyatda tutandır. Yəni yaşamaq uğrunda mübarizəmizə birbaşa cavabdeh hormondur. Adı kortizoldur. Amma biz yaxşı yatmayanda, yuxumuzu düzgün almayanda, gecə saat 11-dən 2-dən sonra yatanda, normal beyin sakitliyinə, ritmini nəzarət olmayanda, səhər dururuq, normal qidada dediyim kimi, normal bizə lazım olan doymuş yağ turşuları deyilən bir şey var. Onu qəbul etməsək, yəni xolesterin deyək də, kərə yağıdır və s. yağlı qidadan tam imtina etsək, protein, yəni ət yeməsək, uzun müddətdə, yəni bir qısa müddətlik deyil. İstərsəmiz bu hormon nədən yaransın? Bütün hormonlar bədənimizdə, həm qadın hormonlarımız, həm dediyim kimi boy hormonudur, insulindir və s. onun əsas karkası, başı, fundamenti xolesterindir. O bizi qorxuzurlar, xolesterinin qanda yüksək. O xolesterin də xeyirlisi var, ziyanlısı var da. Yəni onu biraz çox dərinliyinə girmək istəmirəm. Yəni qısaca belə desək ki, səbəbsiz çəkinin səbəbi birinci, yəni axtarsalar dediyim kimi, birinci növbədə stressdir, yaxşı yatmamaqdır. Bu iki səbəbdən əmələ gələn kortizolun yüksəkliyidir. İkinci vitamin D. Yəni o demək deyil ki, əvvəllər düşünülürdü ki, vitamin D düzdür, adı gedir vitamin. Artıq son belə desək, elmi araşdırmalar sübut edib ki, onun özünü də artıq hormon kimi biz qəbul edirik. Yəni, o da bir hormon çatışmazlığıdır. O da hormonların əmələ gəlməsi, paylanılması, bir-biri ilə rəqabət aparmadan tarazlıqda qalmağına cavabdehdir. Yəni vitamin D əksikliyidir. Ondan sonra insulindir. Yəni ki, şəkəri bədənin mənimsəyə bilməməkdə. Glikogen hormonu var. O insulin mədə-altı vəzdə, sadə dildə izah edeyim də, yığılır. Bir var ki, gəlir, əmələ gəlir, əzələ onu, hamı idmanla məşğul ola bilmir ki, düzdürmü? Pasiv həyat sürən insanlarımız var, az hərəkətdə olan insanlarımız. Bax, onun özü də mübadiləyə təsir göstərir. Və ən əsas, biz həmişə deyirik ona, ikinci beynimiz olan bağırsaq. Bağırsaqlar normal işləmirsə, qəbzliyə meyillisənsə, bacardığın qədər quru yemək yeyirsən, sulu heç nə demək olar. İnanın ki, elə xanımlar var ki, hələ də mən ona rast gəlirəm və heç kim yəni ki, məndən inciməz. Xüsusən də 50+ yaşda insanlarımızın çoxu su içmə mədəniyyəti demək olar yoxdur. Yəni çox nadir olur ki, normal biz onlara, yəni gənc nəsillə rahatdır. Çünki fitness var, reklamlar var və s. içirlər. Amma 50 yaşdan yuxarı xanımlarımıza çox belə desə təkidlə izah eləyəndən sonra, xüsusi hətta biz damcı şəklində məsələn dərmandır da deyirik ki, onu belə mən yəni gözümlə gördüyüm güclə içirlər o suyu. Mədəniyyətdən əlavə bir elə insan var ki, içə bilmir, sevmir. O elə bir şey yoxdur. Yəni dadını sevmir, tək su içmək istəmir. İnsan istəsə, yəni o bizdən asılıdır. Yəni sağlamlığımız üçün bu vacibdir, etməliyik. Yəni mən əgər müalicənin ən birinci hissəsi, biz həmişə deyirik Avropa, inkişaf etmiş ölkələr, onlarda müalicə 3-cü etapdır. Hər şey başlayır birinci gigiyenadan. Profilaktik tədbirlərdən də. Profilaktik də nədir? Yəni sənin qaydan, qanun, rasionun işlə bağlı. Yəni müraciət etsən, heç özün bilmirsən tutaq ki də içindəkini. Hamının yəni ona vaxtı olmaya bilər, ona meyilli olmaya bilər. Onun mütəxəssisi var. Gedirsən, deyirsən ki, mənim işim gün ərzində məsəl 6 saatdır oturaq həyat tərzidir, qapalı yerdir. Baxın siz özünüz projektorlardır da. Yəni havalandırma süni yollandır, düzdürmü? Yəni sizin rejiminizlə qida rejimi, rasion, kalori ilə mənimki bir ola bilməz. Qaydasını bilsə bir dəfə, həyatınızda bircə dəfə. Mən demirəm ki, 18 yaşında eləyin onu. Tamam, 18-dən 25-ə qədər belə desək də özün öz üzərində çalış. Amma heç olmasa 25-dən sonra bir xanım kimi, istəyirsən ailəli ol, istəyirsən cinsəl həyatın olsun, istəyir heç olmasın, karyera qur, oxu, ali fərqi yoxdur. Həyatında bircə dəfə ChatGPT-yə bir ən azı çəkivi yaz, boyu yaz, bədən çəki indeksi hesabla. Ki, mənim bədən çəki indeksim azdır, çoxdur, nəyim azdır? Özün üzərində məşğul ol da, yəni özünüz öz dəyərinizi bilin, əziz xanımlar, mən həmişə deyirəm və bədəndə nə lazımdırsa, onu qəbul eləməkdən çəkinməyin.
Qida əlavələri də qəbul etməkdən də çəkinmək lazımdır. Bəzən elə bilirlər ki, bizim hər hansı bir qida təkviyəsi yaxud da vitamin təhlilində kökəlmək istəmirəm. Bu sizin sözünüz. Amma yəni o demək deyil. Misal üçün omega 3 var, balıq yağı deyirik də sadə dildə. Çoxuna təyin edəndə ki, bu sənə lazımdır ki, piylənmən olmasın. Axı onun özü yağdır. Yəni izah edirsən ki, bu sənin mübadilə qaraciyərin üçün lazımdır ki, qaraciyər piylənməsin, öz funksiyasını yerinə yetirə bilsin və sənin hormonal mübadilən sürətlənsin. Doktor, polikistik yumurtalıq sindromu qadın orqanizmində hansı problemlərə yol aça bilər? Polikistik yumurtalıq sindromu əsasən anadan gəlmə ola bilər olsun və qazanılma, ikincili ola bilər olsun. Əlbəttə, anadan gəlmə olanda az əvvəl xatırlatdığım kimi, yəni böyrək üstü vəzidən tutmuş, mərkəzi mənşəliyə qədər, yəni hormonların güzgü deyirik də, biz hormonal güzgü, yəni müayinələrin hamısını keçiririk. Əlimizdə olan sənədlə konsentrasiyası, miqdarına baxılır hormonların və ona uyğun da, yəni bu pasiyentlər, bu tip xəstələr ömrünün sonuna qədər istəyir hamilə qala bilsin, fərqi yoxdur. Onlar o dərmanı qəbul, çünki anadan gəlmə onlarda yüksək kişi hormonunu sakitləşdirən maddə yoxdur bədəndə. Yəni ona həssasiyyət yoxdur da, anadan gəlmə o reseptor yoxdur. Bunu dərman vasitəsilə tənzimləməlidir. Onu əvəz edən, bəli, hormonal dərman müalicəsi yazırıq, uzun müddət təyin edirik, yəni 1 ay, 2 ayla belə bir şey gözləyirik. Amma ikincili polikistik over sindromu deyirik də, bu artıq qazanılma olduğu üçün əsas səbəbi tapmaq məcburiyyətindəyik. Yəni əsas səbəbi tapanda, onu müalicə edəndə ortalama 4-8 ay ərzində, yəni normal qadının əsas nədə göstərir? Mən əlamətlərini desəm, siz müəyyən ki, biləcəksiniz nə deməkdir. Birinci, əlbəttə ki, adət düzənsizliyi verir. Aybaşı 3 ay, 6 aydan bir, 8 aydan bir. Elə qızlarımız var ki, hətta 1 il ərzində olmur, kəsilir. Aminariya deyirlər. Azalmasına oligominariya deyirlər. Yanaşı olaraq mütləq şəkildə burada da tetikləyən, yəni səbəb olan, provokasiya edən amil testosteron, yəni androgenlərin artıqlığıdır. Ondan sonra insulin dirənci deyirik də, yəni ki, çox eşidirsiniz. İnsulinlə şəkərin nisbəti deyirlər, insulin dirək koeffisient hesablayırıq. Bunun özü də birbaşa polikistik over sindromu verir. Bunu biz polikistik sözü nə deməkdir? Sadə dildə desək, xüsusən bunu birinci biz əlbəttə ki, ultrasəsdə görürük. Yəni yumurtalıqlara baxmaq üçün, iç orqan olduğu üçün biz xaricdən onu görə bilmirik də. Onun üçün köməkçi vasitə olan ultrasəsə müraciət edirik və ultrasəsdə onun klassik şəkli olur. Elə bil ki, normada hər adət dönəmimizdə ortalama deyək, hər yumurtalıqda 10-15 follikul olursa, onlardan biri o dediyimiz estrogen, progesteronun korrelyasiyası və mərkəzi sinir sistemində əlbəttə ki, hipotalama, hipofizar sistemdə olan digər follikul stimulə edici, lüteinləşdirici, prolaksin, bu hormonların ritmləri ilə uyğun, yəni normal ritminlə uyğun xırda dozalarda verilir impuls şəklində və o adət idarə olunur. Folikulyar faza keçir yumurtlama, ovulyasiya dönəminə, ovulyasiya lüteinləşdirici lütein fazı və polikistik over olan xəstələrimizdə folikulyar faza çox yaxşı olur. Yəni ki, xırda-xırda o dediyim 10-15 follikul baxırsan ki, ölçüləri gəlir, olur 8 milli, norma daxilində. Yəni birinci faza, adətin o ilk fazası gəlir, norma keçir. Amma əsas o bizə lazım olan doğurğanlıq qabiliyyəti və növbəti aybaşıya hazırlıq dönəmi, onda əsas problem olur. Və buna görə də bu qızlarımızda polikistoz o deməkdir, yəni yalançı kistlər. Follikulun biri normal qadında, normal qızda digərindən böyüməlidir. Ölçüsü olmalıdır hardasa 2 santima yaxın. Biz bunun adını deyirik dominant follikul. Belə pasiyentlərimizdə böyümə olmur. Yetişmə olur, amma böyümə olmur. Və əlbəttə böyümə olmayandan sonra da ovulyasiya olmur. Yumurtlaya bilmirlər və sonsuzluq yaradır. Amma dediyim kimi qazanılma olduğu üçün səbəbi tapanda ki, bu mərkəzi mənşəlidir. Bu sırf yumurtalığın özü ilə əlaqəlidir. Yoxsa dediyim kimi digər hormonlarla bağlıdırsa, qalxanvari vəzin özünün də fəaliyyət zəifliyi polikistik overlə özünü göstərə bilir. İkincili olaraq. Əsas xəstəlik saymırıq da. Və onu düzəldəndə, əsas problemi, endokrin problemi düzəldəndə endokrinoloq yumurtalığın da fəaliyyəti düzəlir. Yumurtlama da olur, ovulyasiya da olur və spontan öz-özünə hamilə də qala bilirlər. Qala bilməyəndə də
yumurtlamanı, yəni ovulyasiyanı induksiya edən, yəni sürətləndirən, kömək edən biz əlavə hormonlar təyin edirik. Hormonal terapiya. Yəni o da qısa müddətli təyin olunur da, yəni uzun müddət qəbul etmir. Ki bizə əsas nə lazımdır ki, hamilə qalsın qadın. Naibə xanım, süd vəzlərində ağrı və ümumiyyətlə dəyişikliklər bu hansı hormonal problemin əlamətidir? Sual üçün bir daha təşəkkür edirəm. Çünki süd vəzlərindən həqiqətən də danışmasam biraz düz olmazdı. Çünki hədəf orqanlarından biri də həmin o qadın cinsi hormonlarına hədəf olan orqanların biri də bizim süd vəzlərimizdir, qadınlarımızda. Və əlbəttə ki, süd vəzlərində olan istənilən bir ən sadə olan nədir? Ağrı. Bəli. İkinci nədir? Ağırlıq. Yəni adət dönəminə yaxın, bir həftə 10 gün qalmış deyir, elə bilirəm ki, içində nəsə ağırlıq var, çəki, yəni ki, təzyiq hissi olur, göynədici ağrılar olur. Bunların hamısı həmin o hormonlarla birbaşa əlaqəlidir. Və əlbəttə ki, xoşxəssəli hər hansı bir törəmənin yaranması, biz əvvəllər ona biz deyirdik ki, disfunksional, yəni funksional fəaliyyətin pozulması da gətirir hormonal səbəblərə. Yəni hormonları düzəldəndə həmin sırf süd vəzinin özünün problemi deyil. Süd vəzinin yerli problemi olur iltihab. Misal üçün südəmər qadındır, gilələrə düzgün qulluq eləməyib, infeksiya keçir xaricdən, mastit verir, iltihab verir. Bu onda sırf süd vəzinin lokal problemidir. Digər problemlər hormonlarla əlaqəlidir. Xüsusən də dediyim kimi qadın cinsi hormonlarını, yəni yumurtalıqla beyinlə, mərkəzi sinir sistemində olan xüsusən də prolaktin hormonundan bir-birlərini başa düşməmələri, belə desək də, əlaqəli ola bilər və əlbəttə ki, hər hansı bir törəmənin əvvəli travmadır. İstəyir südəmər dövrdə, məsələn, uşağı əmizdirir, düzgün qoya bilmir döşə, yardım istəsin ki, kömək eləsinlər. Yəni, biz ana ola bilərik, təbii, amma süd verməyi hər adam bilmir. Yəni, onun da xüsusi məktəbi var, xüsusi onun əməkdaşlar var doğum evlərindəki. Onlar düzgün qoymanı öyrətməlidirlər ki, o Zahı xanım da, yəni doğruda düzgün yedizdirsin və ondan ağrı hiss etməməlidir. Həm övladı, həm özü sevgi hiss etməlidir. Çünki bu zaman oksitosin deyilən xoşbəxtlik hormonu hasil olur, bağlılıq hormonu deyirik də. O hasil olması üçün normal laktasiya, yəni beyindən prolaktinin miqdarı artmalıdır ki, düzgün süd vəzisindən, süd axarından normal süd gələ bilsin. Onun üçün beyin sakit ol. Ağrı bilmə. Ağrıdan özünüz bizdə adi bir dənə nəyəsə toxun, ağrıyan kimi özü çəkirsən, düzdürmü? Bax, o çəkingənlik olmamalıdır. Onun üçün də yəni travma olmamalıdır, zədə olmamalıdır sinədə, döşdəki. Səhərsi gün o hər hansı bir üzücü xəbərlə qadınlarımızın qarşısına çıxmasın. O cümlədən normal cinsi həyat olmalıdır. Yəni və əlbəttə ki, lazımsız yerə hamiləliyi pozmasınlar. Yəni abortların özləri belə hormonları nəinki süd vəzisi, bütün bədəni sarsıdır. Xüsusən də bəli, arda qətiyyən yəni yol verilməzdir. Müəyyən qorunma üsulları var ki, bir çox üsullar var. Sırf misal üçün südəmər xanımın özü belə süd verirsə, ona elə preparatlar var ki, yəni qorunma üsulu var ki, olar, yaxud da ki, olmaz. Mütləq şəkildə o da danışılsın. Yəni gəlməlidirlər. Xüsusən də biz belə desək də, yəni periferiyada, mərkəzdə qadın məsləhətxanalarına. Sırf qadın məsləhətxanasına, yaxud da ginekoloqa hamilə qalmaq üçün gəlməməlidir qadın. Ümumiyyətlə, qadın kimi sağlamam, sağlam deyiləm, o adla gəlməlidir. Artıq problem olandan sonra ağrıdır, ifrazatdır, qan axmadır, onunla gəlmək, yəni heç bir həkimə xoş gəlməzdir. Neçə müddətdən bir həkimə müraciət etmək İldə 2 dəfə. İldə 2 dəfə. Xüsusən dediyim kimi də doğurğanlıq yaşı olan dönəmdə. Amma yanaşı olaraq süd vəzindən söhbət edirsə, süd vəzində ildə 1 dəfə 40 yaş üzəri qızlarımız, xanımlarımız, fərqi yoxdur dediyim kimi, doğan qadındır, doğmayandır. İldə 1 dəfə. Hansı müayinədən keçməlidir? Mamoqrafiya deyirlər. Bəli, mamoqrafiya çox vaxt ultrasəsə üst tuturlar. Mamoqrafiyadan çəkinirlər. Amma inanın ki, ultrasəs müayinəsi 60% göstərir süd vəzində olan problem. Və adətin hansı dönəmi getmisənsə, ondan da asılıdır. Amma mamoqrafiyada heç bir əhəmiyyət yoxdur. Və bir çox mərkəzlərimizdə şükür Allaha ki, eyni zamanda ultrasəs eləyirlər. Ultrasəs həkimin raporundan sonra mamoqrafiya eləyirlər. Mamoqrafiyadan sonra da mamoloq baxır. Yəni, bundan artıq nə lüks bir şey təşkil edə bilər ki, səhiyyə. İstifadə etsinlər də. Doktor, son olaraq xanımlarımıza sağlam qalmaq üçün nə tövsiyə edərsiniz? Mənim tövsiyəm, məsləhətim və ən əsas da arzum, təvəqqəm odur ki, xanımlarımız hər atdığı addımda əmin olsunlar.
əmin olması üçün də əlbəttə ki, gözəl təhsilləri olmalıdır. Mən belə düşünürəm. Nə qədər insan təhsilli olursa, çox oxuyursa, bir o qədər öz sağlamlığına, özünə qarşı həssas olur və əlbəttə ki, özünü sevir. Ətrafdakılar da onun işığına yığılır, belə desək. Çünki qadın güclü qüvvədir. Mən xanımlara təravətli olmağı arzu edirəm. Yəni, qadınlıqlarından utanmamağı arzu edirəm. Bizim qızlarımızın çoxu bəzi şeyləri, yəni qadın olmaqdan həzz almaq lazımdır, fəxr eləmək lazımdır ki, qadın olaraq sən dünyaya gəlmisən. Və əlbəttə ki, öz sağlamlığını, öz təravətini qorumalısan, gələcək nəslə gözəl analar lazımdır, sağlam düşüncəli analar lazımdır. Təşəkkür edirik. Ruhları sağlam olsun, ən əsas odur. Təşəkkür edirik, doktor. Siz də sağ olun, təşəkkür edirəm. Çox sağ olun. Sağ olun. Belə hörmətli tamaşaçılar, siz Baku Medi izlədiniz. Baku Medi bu dəfəki buraxılışında biz qadınların reproduktiv sağlamlığından danışdıq. Studiyamızın qonağı isə ginekoloq cərrah Naibə Həsənova idi. Biz sizlə yenidən görüşəcəyik. Sağ olun, sağlıqla qalın.